Salam əziz izləyicilər, bu videomuzda verilmiş ədədin sadə və ya mürəkkəb olduğunu öyrənəcəyik. Məsələn, bizə belə bir ədədlər verilib, tutaq ki, 119, 223, 131 və s. Bu ədədlərin sadə və ya mürəkkəb olduğunu yoxlamaq lazımdır. Baxın, birinci, siz verilən ədəd üzərində, məsələn 119 üzərində bölünmə əlamətlərini yoxlayırsınız. Bildiyimiz kimi 2-yə, 3-ə, 4-ə, 5-ə və s. bu əlamətləri yoxlayırsınız. Əgər bu ədədlərin hər hansı birinə bölünürsə, deməli mürəkkəbdir. Yox, əgər yəni bölünmədi, siz yenə də bilmədiniz də, əmin olmadınız bu ədəd mürəkkəbdir, yoxsa sadədir. Nə edirsiniz? 119-dan böyük olan, yəni 119-dan hansı ədədin kvadratı 119-dan böyükdür? Bax, onu tapırsınız birinci. 11-in kvadratı, bildiyimiz kimi 11-in kvadratı 119-dan böyükdür, düzdürmü? 11-in kvadratı 121-dir. Yəni, nəyin kvadratı 119-dan böyükdür? İlk işimiz onu tapmaqdır, ilk ədədi. Yəni, 11-in kvadratıdır. Və ikinci işimiz, ikinci qaydamız 11-dən kiçik olan sadə ədədləri yazmaqdır. 11-dən kiçik olan sadə ədədlər. Qoy sadədə yazım. Sadə ədədlər. 11-dən kiçik olan sadə ədədlər. Hansılardır uşaqlar? 2-dir, 3-dür, 5-dir, bir də 7-dir. Bu sadə ədədləri yazdıqdan sonra verilən ədədi, yəni 119-u bu sadə ədədlərə başlayırıq bölməyə. Əgər hər hansı birinə bölünsə, deməli verilən ədəd sadə deyil, mürəkkəbdir. Yox, əgər heç birinə bölünməsə, deməli sadədir. Gəlin yoxlayaq. 119 2-yə bölünürmü? Xeyr. Söhbət uşaqlar tam bölmədən gedir, qalıqsız bölünmədən. 119 2-yə bölünürmü? Xeyr. 2-yə bölünmənin qaydası necə idi? Sonu cüt rəqəmlə bitdikdə 2-yə bölünürdü. 119 3-ə bölünürmü? Xeyr. Rəqəmlərinin cəmi 3-ə bölünürdüsə 3-ə bölünür. Xeyr. 119 5-ə bölünürmü? Xeyr. 5-ə bölünmənin qaydası necə idi? Sonu 0 və 5 ilə qutarmalı idi ki, ədəd 5-ə bölünsün. Gəlin indi 119-un 7-yə bölünməsini yoxlayaq budaqlı bölümü ilə. 1 dəfə 7 dəfə düşdü, 4 dəfə 49, 7, 7, 7-nin 49, bu da elə də 0. Deməli, uşaqlar 119 7-yə qalıqsız bölünür. Neçə dəfə düşür? 17 dəfə düşür. Deməli, verilən ədəd mürəkkəbdir. Verilən ədəd nədir uşaqlar? Mürəkkəb. Deməli, 119 mürəkkəbdir. Mürəkkəbdir. Gəlin indi 223-ü yoxlayaq. 223. Yenə də uşaqlar eyni qayda ilə 223 nəyin kvadratı 223-dən böyükdür? İlk ədəd 15-in kvadratı. Yazırıq 15-in kvadratı. 15-in kvadratı bildiyimiz kimi 225-dir. Yəni 223 225-dən kiçikdir. İndi 15-dən kiçik olan sadə ədədləri yazırıq. Kiçik olan sadə ədədlər. Hansılardır? 2-dir, 3-dür, 5-dir, 7-dir, 11-dir, bir də 13-dür. İndi 223-ü başlayırıq bu ədədlərin, yəni tapdığımız sadə ədədlərə bölməyə. Hər hansı birinə bölünsə, deməli mürəkkəbdir. Yox, əgər bölünmürsə, sadədir. Başladıq. 223 2-yə bölünürmü? Xeyr. Bəyək dedik 2-yə bölünmənin qaydasını. 223 3-ə bölünürmü? Xeyr. Rəqəmlərinin cəmi 3-ə bölünməlidir. 223 5-ə bölünürmü? Xeyr. 223 7-yə bölünürmü? Gəlin yoxlayaq. Deməli 3 7-nin 21 düşdü 13 dəfə. 13 də 7-yə tam bölünmür. Deməli qalıq qalacaq. 1 7-nin 7 düşdü 6 dəfə bölünmür. Keçdik 223 11-ə bölünürmü? Xeyr. Qalıq qalır. Ona görə bölünmür. Sonra keçdik 223 13-ə bölünürmü? Yoxlayırıq. Deməli 1 dəfə 13 dəfə düşdü 9 3-ü gətirdik. Düşdü 7 dəfə 7 3-ünü 21 91 qalığımız qaldı. Deməli 223 tapdığımız sadə ədədlərin heç birinə bölünmədi. Deməli 223 necə ədəddir? Sadə ədəddir. Siz isə uşaqlar 131-in sadə və mürəkkəb olduğunu kommentlərdə yazarsınız. Mən də baxaram.